Və beşincisi, xeyir əhli ilə oturmaq, xeyir məclislərində oturmaq. Çünki insan nə qədər xeyir əhli ilə otursa, xeyir məclislərində otursa, onlardan o qədər gözəl əxlaqlar, xeyir əməllər götürər və onu da öz ailəsində, ətrafında, həyatında tətbiq eləməyə çalışar. Nə qədər ki, xeyir işləri tətbiq eləyər, yayar, dəvət eləyər, onunla da xeyrin açarı olar. İnsan necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm misal çəkir. Yaxşı dostla pis dostun misalı. Bir yaxşı dost ətir satan kimidir. Pis dost isə körükçü kimidir. Ətir satandan ya sən ondan ətir alarsan, ya o ətirindən sənə vurar, ya da ki, ondan gözəl iyi hiss eləyərsən. Ən azı budur. Amma körükçünün yanına ya paltarını yandırar, ya üstünü bulaşdırar, ya da ki, ondan pis qoxu alarsan. Amma ətir satandan, gözəl dostdan daim xeyir görəcəksən. Çünki nə qədər pis dostla otursan, ilk günlərdə sən sadəcə onların əməllərini bəyənməyəcəksən. Sonradan sən vərdiş olacaqsan və ondan sonra da onların etdiyi əməli eləyəcəksən. Pis dost belədir. Sənə bulaşdıracaq o pisliyi. Amma xeyir dostla oturanda, xeyir insanlarla oturanda, xeyir məclislərdə oturanda oradan daim xeyir gələcək. Pis dostların yanında şeytan olur.